Birincisi ondan başlayaq ki, bizim bu konteynerların içərisində hal-hazırda 1-2-3 yazıldığına görə onlar özlərini 1-2-3 kimi aparırlar. Amma birinin içərisində misal üçün tutalım ki, nəsə bir şey çoxlu mətn yazılsaydı, nə baş verəcək? Hansı çörəm? Yəni böyüyəcək. Kim? Biri böyüyəcək, hansısa yazılır. Böyük nə olacaq? Kənara sıxılır. Hansı kənar? Konteyneri sıxacaq, böyüyəcək. Option. Sonra nə baş verəcək? Hepsinin olduğu yerdə qalır. Kim? Bizdə divlər var, içərisində 1, 2, 3 və klass yazılır. Hansı div necə böyüyəcək? Eni böyüyəcək, hündürlüyü böyüyəcək. Ana divin hündürlüyü böyüyəcək. Hamısı dartılacaq yuxarıdan aşağı doğru. 2-nin də içi yazılarla olacaq. Bu biraz daha məntiqə uyğundur. Tamam? Onun üçün bunun proqramçı olma ehtimalı hal-hazırki anda sənin proqramçı olma ehtimalından daha yüksək. Niyə? Çünki bu fikirlərini izah edə bilir. Sən izah edə bilmirsən. Bilmədiyinə görə yəni kod yazma ehtimalın da aşağı düşür. Sizin həyatınızın hal-hazırda böyük bir hissəsi bir A nöqtədən B nöqtəyə getməkdən ibarətdir. Düzdürmü? Yes. Həmin vaxtı gedəndə, avtobusla gedəndə, ayaqla gedəndə, metro ilə gedəndə siz nə məşğul olursunuz? Mahnıya qulaq asırsan. Bu sənə nə verir? Şahmat oynayırsan. Başqa? Səsli kitabı qulaq asırsınız. Mahnı qulaq asmaq sənə heç nə verir. İnandırım sənə. Heç bir şey. Məsəl üçün, sən toy müğənnisi olsaydın və desəydin ki, mahnıya qulaq asıram ki, onu əzbərləyim, sonra sabahlar gedib toyda oxuyacam, əlavə 100 manat pul qazanacam, deyərdim ki, halaldır sənə qulaq asın. Sən İngilizcə nə səviyyədə bilirsən? Pis. Niyə sən həmin vaxtı İngilizcə öyrənmək üçün sərf eləmirsən? Danışığın pis deyil, amma misal üçün İngilizcə nanay. Sənin danışığın da pis deyil. Onun üçün sən nə etməlisən? Nə? Danışmalısan. Bəli, yeridiyin zaman avtobusla getdin. Bəli, çöldən baxanda sənə axmaq kimi baxacaqlar və gedir özü-özünə danışır. Amma cəhənnəmə ki, nə deyirlərsə desinlər. Yolda gedəndə danışmaq lazım. Mən şəxsən İngilizcə speakingimi yolda gedəndə özümlə danışmaqla keçirdirdim. Speech deyirdim, diyalog eləyirdim, nə bilim, özümə danışırdım. Bu dəqiqə problem deyil. Yəni 15 il bundan qabaq problem idi. Həqiqətən baxıb deyirlər ki, bu axmaqdır. Deyirlər ki, bu xarici axmaq xaricidir. Amma bu dəqiqə problem deyil. Niyə? Çünki hər kəsin qulağında naushnik elə biləcəklər ki, nəsə danışırsın. Heç problem deyil, danışmaq lazımdır. Amma elə izah eləmək lazımdır ki, başa düşülən olsun. Yəni, hər hansı bir şey yox. Bu, bir çoxunuzun problemidir. Yəni ki, qızım sənə deyirəm, gəlinim sən eşit məsələsi. Yəni, o problem hamınızda var. Niyə? Çünki siz oxumursunuz. Ən azından bizim oxuduğumuz qədər oxumursunuz. Bu bir gerçəkdir. Oxumayan adamın danışma problemi olacaqdır. Nə oxuyursunuz, nə yazırsınız. Bir-birimizə smailik göndərməyimiz o yazmaq deyildir. Yazmaq odur ki, cümləni yazdığın zaman burası kitabda vergül qoymaq lazımdır, burası nə bilim zərflikdir, vergül qoymaq lazımdır, burada sifətdən sonra nə bilim tire qoymaq lazımdır. Yazmaq budur. Onları qoyduğun zaman bilirsən ki, harada durmaq lazımdır, harada məntiq cümlənin məntiqi bitir, sonraki cümlə başlayır, hansı cümlə mürəkkəbdir, hansı sadədir, filan da feşməkəndir. Düzdür. Onu sizə ədəbiyyatdan keçdikləri zaman sizi necə deyirlər, iyrəndiriblər bunlardan, əcəb eləyiblər, bizi də iyrəndirmişlər. Amma ən azından yəni, oxuduğun zaman yavaş-yavaş başa düşürsən ki, məsələn, maraqlı yazanlar bu şəkildə yazır. Onun üçün maraqlı nəyisə izah eləmək üçün eyni qaydada nəsə cümlə qurmaq lazımdır. Yolda olduğunuz vaxtı millət, onu boşuna hədər eləməyin. Həqiqətən də faydalı şeylərlə məşğul olun. Ən azından danışın. Heç olmaz. İngilizcə öyrənmək istəyənlər İngilizcə danışsınlar, özü ilə. Öyrənməyənlər Azərbaycanca danışsınlar, özü ilə. Yəni, misal üçün, nə danışacaqsınız? Havadan, sudan mı? Xeyr. Hər hansı bir situasiyanı təsəvvür eləyin. Misal üçün, intervyuya gəlmişsiniz. Sizə deyirlər ki, özünüzü tanıdın.
Mesela 10 tane cümleyle özünüzü tanıtın ve 10 tane cümleyle özünüzü tanıtmaya çalışın. Başta göreceksiniz ki uydu. Neden başlayayım? Yani lap uşaqlıqdan başlasam 10 cümleye yerləşməyəcəm. Ondan sonra bəs nələr söyleyeyim ki 10 cümleyle özümü izah edeyim. Fikirləşin o barədə bərliklə danışın. Özünüzlə ki sabahlar intervyuya getdiyiniz vaxtda sizə həmin sual veriləndə yəni belə qalmayasınız. Deyərsiniz ki, mən Əhmədlidən Nərmanova getdiyim zaman onu özümə danışırdım. Ama ben ne değilim. Ben mesela evde öz-özüme danışan çok bir şey danışabilirim. İngilizce Azerbaycan'da. Hocam Ama yani şimdi sen danışanda ağzım neydi? O zaman güzgüdən